Viet teoremi kvadrat tənliyi həll etmədən onun köklərinin cəmini və köklərinin hasilini tapmaqda bizə kömək edir. Yəni nə deməkdir? Kvadrat tənliyin köklərinin cəmi x1 üstəgəl x2 əks işarə ilə burada duran ədədə bərabər olur. Kvadrat tənliyin köklərinin hasili isə burada duran ədədə bərabər olur, yəni q-yə bərabər olur. Misal üçün, burada kvadrat tənlik verilib, onun köklərini tapın deyir. İndi biz bu kvadrat tənliyi həll etmədən onun köklərinin cəmini tapa bilərik. x1 üstəgəl x2 bərabərdir. Əks işarə ilə p-yə bərabərdir. Yəni burada duran ədədə. Burada -8 durubsa onun əksini götürürük. Müsbət 8. x1 vurulsun x2 köklərinin hasili isə q-yə bərabərdir. Yəni burada duran ədədə bərabərdir 15-ə. Belə yaza bilərik. Biz bu kvadrat tənliyi həll etmədən onun köklərinin cəmini tapdıq 8, köklərinin hasilini də tapdıq 15-dir. İndi gəlin bu ədədlər hansı ədədlərdir onu tapaq. Elə bir 2 dənə ədəd tapmalıyıq biz. Toplayanda 8 eləsin, vuranda isə 15 eləsin. Hansı ədədlərdir? Əlbəttə ki 3 ilə 5-dir. 3-ü 5-ə vursaq 15 edir. Toplayanda isə 8 edir. Deməli bu kvadrat tənliyin kökləri 3 və 5 oldu. İkinci suala baxaq. Tənliyin köklərini tapın. Yenə kvadrat tənlikdir, amma bu çevrilmiş kvadrat tənlik deyil. Viet teoremi çevrilmiş kvadrat tənlikdədir. Görürsünüz burada A-nın yerində 1 var. Əgər A 1-ə bərabərdirsə ona çevrilmiş kvadrat tənlik deyirik. Amma burada A 2-dir. Görürsünüz A 2-dirsə çevrilmiş kvadrat tənlik sayılmır. Bunu çevrilmiş kvadrat tənliyə çevirmək üçün biz hər tərəfi 2-yə bölməliyik. Yəni A-ya bölməliyik. Burada neçə durursa ona bölməliyik. A 2 olduğuna görə hər bir həddi 2-yə bölürük. 2x kvadratını da 2-yə bölürük. 4x-i də 2-yə bölürük. 16-nı da 2-yə bölürük və 0-ı da 2-yə bölürük. Tənliyin hər bir həddini eyni bir ədədə vura və bölə bilərik. 2x kvadratını 2-yə bölsək, x kvadratı qalar. 4x-i 2-yə bölsək, 2x qalar. 16-nı da 2-yə bölsək, 8 qalar. 0-ı da 2-yə bölsək, 0 qalar. İndi çevrilmiş kvadrat tənlik əldə etdik. İndi Viet teoremini yaza bilərik. Köklərin cəmi nəyə bərabərdir? Əks işarə ilə p-yə, yəni burada duran ədədin əksinə -2-yə bərabərdir. Köklərin hasili isə x1 vurulsun x2 isə q-yə, yəni burada duran ədədə bərabərdir. -8-ə bərabərdir. Viet teoremini yazdıq. İndi ədədləri tapaq. Hansı ədədləri toplayanda -2, vuranda isə -8 eləyir. Bu 2 və 4 içərisində axtarmalıyıq. 2-ni 4-ə vuranda 8 eləyir. Bunlardan biri mənfi olmalıdır. Mənfini 2-yə yox, 4-ə yazırıq. Çünki bunları toplayanda -2 eləməlidir. 2 ilə -4-ü toplasaq -2 eləyər. 2-ni də -4-ə vursaq -8 eləyər. Demək köklər nə oldu? Köklər oldu 2 və -4. Üçüncü suala baxaq indi. x1 və x2 ədədləri tənliyinin kökləri olarsa, ifadənin qiymətini tapın deyir. Görürsünüz, bu ifadədə Viet teoreminin hissələri var. Yəni x1 vur x2, x1 vur x2 köklərin hasilidir. Biz bunu bilirik. -5-ə bərabərdir. Burada duran ədədə bərabərdir. x1 üstəgəl x2 isə köklərin cəmidir. Onu da bilirik. Əks işarə ilə burada duran ədədə bərabərdir. Yəni -3-ə bərabərdir. İndi bu Viet teoremini burada yerinə yaza bilərik. x1 vurulsun x2-nin yerinə -5 yazırıq. Vurulsun x1 üstəgəl x2-nin yerinə isə -3 yazırıq. -3-ü də -5-ə vursaq eləyər müsbət 15. Demək bu ifadənin qiyməti oldu 15. Dördüncü sualda oxşardır. Tənlik verilib, yenə kvadrat tənlik verilib. Burada x1-in kvadratı üstəgəl x2-nin kvadratı ifadəsinin qiymətini soruşur. Biz burada müxtəsər vurma düsturundan da istifadə edəcəyik. Əvvəlcə buna baxırıq. Bu çevrilmiş kvadrat tənlik deyil. A1 1-dən fərqlidir. Onda biz hər tərəfi A-ya bölsək, burada A2 olduğuna görə hər tərəfi 2-yə böləcəyik. Burada neçə durubsa həmin ədədə bölürük. İndi 2 durduğuna görə hər bir həddi 2-yə bölürük. Yəni A-ya bölürük qısası. 2x kvadratını 2-yə bölsək, x kvadratı qalar. 8x-i 2-yə bölsək, 4x qalar. 3-ü 2-yə bölsək, 1,5 qalar. 0-ı da 2-yə bölsək, yenə 0 qalar. Belə bir çevrilmiş kvadrat tənlik aldıq. İndi Viet teoremini yazırıq. x1 üstəgəl x2 bərabərdir 4-ə, əks işarə ilə 4-ə. x1 vurulsun x2 isə 1,5-ə bərabərdir. İndi burada bu ifadəni biz sadələşdirməliyik.
Muxtəsər vurma düsturuna görə a kvadrat üstəgəl b kvadratı bərabərdir a üstəgəl b-nin möhtərizə kvadratı çıxılsın 2ab-yə. İndi eyni bu düsturu, bu muxtəsər vurma düsturunu daha doğrusu biz x1-in kvadratı üstəgələk x2-nin kvadratına tətbiq eləsək, bu olacaq x1 üstəgəl x2-nin kvadratı çıxılsın 2, x1 vurulsun x2. Eyni bu muxtəsər vurma düsturunda olduğu kimi yazdıq. Yəni, indi görürsünüz, burada Viet teoremindəki kimi köklərin cəmi və köklərin hasili var. Deməli, biz yerinə yaza bilərik. x1 üstəgəl x2-nin yerinə 4 yazırıq. Kvadrat olduğu kimi qalır. Çıxılsın 2 də olduğu kimi qalır. Köklərin hasili də 1/5-ə bərabərdir. Bunların da yerinə 1/5 yazırıq. 4-ün kvadratı 16 eləyər. 2-ni 1/5-ə vursaq da 3 eləyər. 16-dan da 3-ü çıxsaq 13 qalar. Demək, ifadənin qiyməti oldu 13. 5-ci suala baxaq. Yenə kvadrat tənlik verilib. Tənliyinin köklərinin hasilini sıfıra çevirən k parametrin qiymətini tapın deyir. Biz bilirik ki, köklərin cəmi 5-dir, -5-dir. Köklərin hasili isə q-yə bərabərdir. Q-nin yerində bu ifadə durub. Yəni, köklərin hasili x1 vur x2 əslində budur, bu ifadədir. Q-nin yerində bu durub çünki. Köklərin cəmini yazmıram. Köklərin cəmi -5-dir, o bizə lazım deyil. Köklərin hasili lazımdır. x1 vurulsun, x2 nəyə bərabər idi? Burada duran ədədə bərabər idi. Yəni, k kvadratı çıxılsın 5k üstəgələk 6-ya bərabərdir köklərin hasili. Bizə deyir ki, bu ifadə sıfıra çevrilsin. Bunun sıfıra çevrilən qiymətini tapmalıyıq. x1, yəni k kvadratı çıxılsın 5k üstəgəl 6 bərabərdir 0 olmalıdır. Yenə kvadrat tənliyi aldıq. Bu k-dan asılı kvadrat tənlikdir. Burada Viet teoremini tətbiq eləyə bilərik. Köklərin cəmi k1 üstəgəl k2 bərabər olacaq 5-ə. Köklərin hasili k1 vur k2 isə bərabər olacaq 6-ya. Bizdən nəyi soruşur? Bizdən k parametrinin qiymətləri cəmini soruşur. K parametrinin qiymətləri cəmi 5-dir. Sonra keçdik 6-cı suala. M parametrinin hansı qiymətində tənliyinin köklərinin ədədi ortası 6 olar? Ədədi ortanı tapmaq üçün biz verilən ədədləri toplayıb sayına bölməliyik. Burada kvadrat tənliyin kökləri x1 üstəgələk x2-dir. Bunun ədədi ortasını tapmaq üçün bunları toplayıb 2-yə bölməliyik. Ədədi ortanın da 6 olduğu verilib. Bərabərdir 6 yazdıq. x1 üstəgəl x2-ni biz Viet teoremindən buradan tapa bilərik. Əks işarə ilə köklərin cəmi buna bərabər olacaq. Yəni, x1 üstəgəl x2-nin yerinə nə yazırıq? -2 vurulsun, m çıxılsın 2-ni yazırıq. Bölünsün 2 bərabərdir 6-nı da olduğu kimi yazırıq. Burada 2-lər ixtisar gedir. Qalır -m çıx 2 bərabərdir 6-ya. Möhtərizəni açsaq, -m üstəgəl 2 bərabərdir 6-ya qalır. -m bərabərdir 6-dan 2-ni çıxdıq 4, m də bərabər -4. Yəni, m -4 olsa, bu tənliyin köklərinin ədədi ortası 6 olacaq. Sonra, 7-ci suala baxırıq indi. Kökləri 3 və -5 olan çevrilmiş kvadrat tənlik qurun. Bu, Viet teoreminin tərsidir. Kökləri verilmiş kvadrat tənliyi qurmaq üçün köklərin cəmini əks işarə ilə bura yazırıq. x1 üstəgəl x2 Viet teoremində olduğu kimi köklərin cəmini bura p-nin yerinə yazırıq. Köklərin hasilini isə bura yazırıq. x1 vurulsun x2 bərabərdir 0-a. Köklərin hasilini isə bura yazırıq. Viet teoremində olduğu kimi. Bu nədir? Viet teoreminin tərsidir. Kökləri verilmiş kvadrat tənliyin qurulmasıdır. İndi bizə köklər 3 və -5 verilibsə, deməli, bunların cəmini əks işarə ilə bura yazmalıyıq. -5 üstəgələk 3-ü bura yazırıq. Hasilini isə bura yazırıq. 3 vurulsun -5. Hasilini isə bura yazırıq. Köklərinin cəmi -2 eləyir. Qarşıda da mənfi var. Əks işarə ilə olur. -2. 3-ü də -5-ə vursaq, -15 eləyir. Bərabərdir 0-a. Deməli, bu kvadrat tənliyin kökləri 3 və -5-dir. Kökləri verilmiş kvadrat tənliyi qurduq. 3-ü -5-ə vuranda -15 eləyir. Toplayanda da əks işarə ilə -2 eləyir. 8-ci suala baxaq. Burada da tənliyin köklərinin tərsi olan kvadrat tənlik qurun deyir. Bu da Viet teoreminin tərsidir. Biz əvvəlcə bu tənliyin köklərini tapmalıyıq. x1 üstəgəl x2 bərabərdir əks işarə ilə 5-ə.
x1 vurulsun x2 tənliyin köklərinin hasili isə 6-ya bərabərdir. Hansı ədədlərdir? Hasili 6, cəmi 5 olan ədədlər 2 ilə 3-dür. 2-ni 3-ə vursaq 6 eləyər, toplasaq 5 eləyər. İndi biz köklərini tapdıq. İndi biz bu köklərin tərsi olan, yəni 2-nin tərsi nədir? 2-nin tərsi 2-də 1-dir. 3-ün tərsi nədir? 3-ün tərsi də 3-də 1-dir. Kökləri 2-də 1 və 3-də 1 olan kvadrat tənlik qurun deyir bizə. Ona görə nə edəcəyik? X-in kvadratı çıxılsın. Bunların cəmini əks işarə ilə bura yazacağıq. Burada düsturda olduğu kimi 3-də 1. Hasilini də bura yazacağıq. Üstə gələk 2-də 1 vurulsun 3-də 1. Bərabərdir 0. Və belə bir kvadrat tənlik tapacağıq. X kvadratı çıxılsın. 2 ilə 3-ə ortaq məxrəc 6-dır. Bunu 3-ə vurmalıyıq. 3 üstə gələk. Bunu da 2-yə vurmalıyıq. Üstə gələk. Bunları da vursaq 6-da 1 eləyir. Bu da oldu nə? X kvadratı çıxılsın 6-da 5x. Üstə gələk 6-da 1. Kökləri verilmiş kvadrat tənliyin kökləri indi bu aldığımız tənliyin kökləri birinci tənliyin köklərinin kvadratlarına tərsinə bərabər olacaq. Yəni bu tənliyin kökü 2-də 1 ilə 3-də 1 olacaq. Bunun tərsi olacaq. Burada biz hər tərəfi 6-ya vurub sadələşdirə bilərik. X kvadratını 6-ya vursaq 6x kvadrat eləyər. 6-da 5x-i 6-ya vursaq 5x eləyər. 6-da 1-i də 6-ya vursaq elə 1 eləyər. 0-ı da 6-ya vursaq elə 0 eləyər. Belə hər tərəfi 6-ya vurub belə sadələşdirə də bilərik.